Qabartı böyük avtomobillərin sürücüləri güzgünün aşağı cinahını yaxşı görə bilmirlər. Sosial şəbəkələrdə paylaşılan bu görüntüləri yəqin ki izlədiniz. Burada yük avtomobili əsas yola çıxmaq istəyir və sağında bir boşluq qoyur. Gəlir fikri qalır soldan gələn avtomobillərdə ki, sola yol verib əsas yola düzəlsin və bu zaman bir minik avtomobili onun boş qoyduğu əraziyə daxil olur. Və bu zaman sürücü sağa dönəndə sağındakı avtomobilə toxunur və qəza törədir. Və bu sürücü günahkardır. Amma diqqət edin, burada qanuni günahkar yük avtomobili sürücüsü olsa da, bəzi minik avtomobilləri hərəkət təhlükəsizliyin təmin etmirlər. Yük avtomobilləri, böyük avtovozların sağ tərəfinə yaxın hərəkət etmək təhlükəlidir. Amma qayda pozuntusu deyil. Yəni yol hərəkəti haqqında qanunda bunun qadağası yoxdur. Amma hərəkət təhlükəsizliyi üçün bilməliyik ki, qabartı böyük avtomobillərin sürücüləri güzgünün aşağı cinahını yaxşı görə bilmirlər. Məsələn, avtobus sürücüləri, yük avtomobillərin sağ tərəfində yer almaq məsləhət görülmür. Ora kör nöqtə də deyirlər. Deməli bu qəzada yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 6-cı bəndinin tələbin yük avtomobili pozur. Bənddə qeyd olunur ki, sürücü sağa, sola, geriyə dönməzdən əvvəl hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yəni əgər sürücü sağa dönmək istəyirsənsə, həmin istiqamətdə ən kənar sağda olmalısan. Bu da digər sürücülərin həmin zolağa girməsinin qarşısını alır, yəni məhdudlaşdırır. Həmin maddənin 8-ci bəndində yazılır ki, əgər sürücü 6-cı bəndə əməl etməklə dönə bilmirsə, yəni qabartı böyük ola bilər, yol dar ola bilər, yəni dönməsi qabaq təkərlərin cızdığı traktora nisbətən arxa təkərlər döngənin mərkəzinə doğru meyillidir. Yəni sürücü geniş traktoru götürə bilər. Amma bu halda hərəkət təhlükəsizliyi təmin olunmalıdır, digər sürücülərə maneə yaradılmamalıdır. Əgər o yük avtomobili həqiqətən də dönə bilmədiyi üçün həmin hissədə dönürsə, bu halda sağ güzgünü nəzarətdə saxlamalı idi. Ora hər hansı bir avtomobil daxil olubmu, olmayıbmı ona əmin olmalıydı. Deməli bu qəzada yük avtomobilinin sürücüsü günahkardır, minik avtomobilin sürücüsü isə təcrübəsizlik nümayiş etdirib. Təcrübəsizlik nümayiş etdirməyin də sonu vaxt itkisidir. Çünki həmin sürücünün avtomobilini təmir etsələr də, sürücü bir müddət avtomobilsiz qalacaq. Ustalarda təzə avtomobili zərər görür, təzə avtomobili təmir görür, usta görür. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Azər Quliyev idi.